Afrika savannalarında bir yarasa növü yaşayır. Bu balaca cılız məxluqlar gecələr böyük, güclü vəhşi atlara yaxınlaşır. Məqsəd bir neçə damcı qanla qidalanmaqdır. At dişləndikdə əvvəlcə kiçik bir ağrı hiss edir. Amma sonra böyük bir emosional reaksiyanın qurbanına çevrilir. Əsəbləşir, qəzəblənir, narahat olur və bu təlaş onu nəzarətsiz qaçışa məcbur edir. Və onların bir çoxu bu qaçışlardan sonra ölür. Mütəxəssislər aşkar ediblər ki, atların itirdiyi qan miqdarı ölümlə nəticələnəcək qədər kritik deyil. Əsl faciə qan itkisindən deyil, atın öz qəzəbindən, öz qaçışından, yəni öz emosional reaksiyasından yorulub yıxılmasıdır. At problemin özünü yox, ona verdiyi həddindən artıq cavabı daşıya bilmir. Psixologiyada buna vəhşi at effekti deyilir. Həyat da çox vaxt eyni bu cür işləyir. Bizim daxili sülhümüzə sancılan yarasalar həmişə olacaq. Kiçik bir mübahisə, bir tənqid, gözlənilməz bir xərc, planın pozulması. Amma əsl fəlakət o yaranın ölçüsündə deyil. O fəlakət bizim qəzəb, incilik və narahatlıqla qaçmağa başlamağımızda gizlənir. Bu effekti psixoloji terminologiyada emosional hiperreaktivlik də adlandıra bilərik. Bu, stimulun gücünə qeyri-mütənasib bir cavab vermək vərdişidir. Bizi narahat edən kiçik bir sözü və ya hadisəni beynimizdə 40 dəfə təkrar edərək onu qartopu kimi böyüdürük. Gündəlik həyatdan bir misal. İşə gedərkən maşınınızın təkəri partlayır. Problem 50-100 dollar dəyərində təmirli idi. Amma biz at kimi qaçmağa başlayırıq. Niyə həmişə mən? Bütün günüm bərbad olacaq. Mən heç vaxt uğurlu olmuram. Bu zehni qaçış 3 saatlıq stresə, kəskin baş ağrısına və əhval-ruhiyyənin tamamilə pozulmasına səbəb olur. 100 dollarlıq problem bizim emosional kapitallarımızı 1000 dollar dəyərində zərərə uğradır. Bəs niyə bu qədər hiperreaktivik? Bu təkamülümüzlə bağlıdır. Beynimizin amigdala adlanan hissəsi təhlükə siqnallarını ilkin olaraq qəbul edir. Vəhşi atın dişlənməyə reaksiyası döyüş və ya qaç primitiv bir refleksdir. Müasir dövrdə isə bu primitiv refleks kiçik, sosial təhdidlərlə də eyni şiddətdə reaksiya verir. İş yoldaşının lağlağı dolu bir cümləsi amigdala üçün bir yırtıcının dişləri qədər təhlükəli görünə bilər. Nəticə, ürək döyüntüsünün sürətlənməsi, əzələ gərginliyi və zehni qaçış. Problemin real təhlükəsi kiçikdir, amma bizim bioloji reaksiyamız fəlakətə fokuslanıb. Vəhşi at effekti minilliklər boyu filosofların mərkəzi mövzusu olmuşdu. Ən güclü yanaşma stoiklərə aiddir. Onlar bu hiperreaktivliyin qarşısını almaq üçün çox sadə, amma tətbiqi çətin olan bir düstur təklif ediblər. Epiktet dəfələrlə vurğuluyurdu. Sənin gücün yalnız indi, bu anda və sənə aid olan şeylərdədir. Fikirlərində, seçimində, reaksiyanda. Stoiklər bizə öyrədir ki, xarici dünya, yarasanın dişləməsi və ya tıxacın olması bizim nəzarətimizdən kənardadır. Bu, atın qaçdığı çöldür. Amma atın qaçmağa qərar verməsi bizim nəzarətimiz altındadır. Müasir stoisizm bu məfhumu nəzarət ikililiyi adlanır. Nəzarət edə bilmədiklərimiz, həyatımızdakı hadisələr, insanların hərəkətləri, hava. Bunlar yarasadır. Nəzarət edə bildiklərimiz, həmin hadisələrə verdiyimiz fikir və reaksiya, bu atın qərarıdır. Bizim vəzifəmiz enerjimizi və gücümüzü nəzarət edə bilmədiyimiz şeylərə hiddətlənməyə sərf etməyə əvəzinə öz reaksiyamızın keyfiyyətini yaxşılaşdırmağa sərf etməkdir. Roma imperatoru və filosofu Mark Aureli özünün məşhur düşüncələr əsərində daxili sakitliyin vacibliyini belə izah edirdi. Səni narahat edən qarşılaşdığın çətinliyin özü deyil, onun haqqında düşündüklərindir. Çünki o düşüncəni dəyişmək hər zaman sənin öz əlindədir. Bu yanaşma psixologiyada daxili qala adlanır. Prinsip çox sadədir. Çöldə necə bir fırtına qopursa qopsun, atın yıxılmaması üçün yeganə yol öz möhkəm qalasında sakit qalmasıdır. Bəs bu qala nədir? Daxili qala bizim sağlam məntiqə, soyuqqanlı düşüncəyə və hisslərimizi idarə etmə bacarığımıza söykənən daxilimizdəki o təhlükəsiz sığınacaqdır. Çöldəki hadisələri dayandıra bilmərik, amma daxili qalamıza çəkilərək sakitliyimizi qoruya bilərik. Müasir psixologiyada vəhşi at effektini tamamilə təsdiqləyir. Məsələn, kognitiv davranışçı terapiyanın əsas ideyası elə filosof Epiktetin dediyinə söykənir. Bizi yoran və narahat edən hadisələrin özü deyil, həmin hadisələr haqqında düşündüklərimizdir. Vəhşi at effekti beynimizdə ani, avtomatik düşüncələr yarandıqda baş qaldırır. Balaca bir çətinliklə qarşılaşan kimi beynimizdə irrasional, yəni əsassız həyəcan siqnalları çalınır.
Bu tam bir fəlakətdir. Mən buna dözə bilməyəcəm və beləcə daxilimizdəki at təlaşa düşür və qaçmağa başlayır. Kognitiv davranışçı terapiyanın əsas məqsədi isə həmin panikaya düşmüş atı dayandırmaqdır. Bu 3 sadə addımla həyata keçirilir. 1. Düşüncəni tapmaq. Bizi narahat edən o dəqiq pik düşüncə nədir? Məsələn, bu mənə qarşı böyük haqsızlıqdır. 2. Düşüncəni sorğulamaq. Bu düşüncə nə dərəcədə doğrudur? Həqiqətənmi ortada böyük bir fəlakət var, yoxsa sadəcə müvəqqəti bir narahatlıqdır? 3. Sağlam düşüncə yaratmaq. Bəli, bu xoşagəlməz vəziyyətdir, amma öhdəsindən gələ bilərəm. Bu balaca problem mənim üçün bütün günümü məhv etməyə dəyməz. Bu 3 addım beynin həyəcan mərkəzini, yəni amigdalanı sakitləşdirir və idarə etməni məntiqlə düşünən hissiyə, beynin qabığına, korteksə ötürür. Yəni biz kör-körənə qaçmaqdan xilas olub məntiqli qərarlar almağa başlayırıq. Psixoloji tədqiqatlar göstərir ki, vəhşi at kimi davamlı qaçış vəziyyətində olmaq, yəni xroniki stres yaşamaq, allostatik yüklənməyə gətirib çıxarır. Bu isə bədənin daimi stresə uyğunlaşma səyləri nəticəsində tükənməsidir. Davamlı hiperreaktivlik böyrəküstü vəzləri yorur, kortizol səviyyəsini yüksək saxlayır. Nəticə yuxusuzluq, xroniki yorğunluq, diqqət dağınıqlığı və depressiya riskinin artması. Atın qan itkisindən deyil, öz daxili qəzəbindən yıxılması elmi olaraq da sübut olunur. Bizi yıxan fiziki stres yox, psixoloji narahatlığa sərf etdiyimiz enerjidir. Bəs biz atı necə sakitləşdirə bilərik? Emosional yetkinliyimizi necə inkişaf etdirə bilərik? Vəhşi at effekti ilə mübarizənin ən effektiv yollarından biri diqqətlilik praktikasıdır. Diqqətlilik bizi bu anda hadisə və reaksiya arasındakı boşluqda qalmağa öyrədir. Viktor Frankl bunu mükəmməl izah edir. Stimul və reaksiya arasında bir boşluq var. Bu boşluqda öz reaksiyamızı seçmək azadlığımız və gücümüz var. Və bu seçimdə bizim böyüməyimiz və xoşbəxtliyimiz gizlənib. Diqqətlilik bu boşluğu böyüdür. Yarasa sancdığı an qəzəbinizin dərhal qaçışa başlamağına icazə verməyin. Dayanın, 3 dəfə dərindən nəfəs alın, bədəninizdəki gərginliyi hiss edin. Bu, amigdalaya təhlükə yoxdur, nəzarət məndədir siqnalını göndərir. Bu kiçik fasilə rasional beyinə sükanı ələ almaq üçün imkan verir. Psixologiyada emosiya tənzimləməsinin ən vacib addımı emosional qəbuldur. Bir çoxumuz kədərlənməyimizə qəzəblənirik. Bu, yarasanı qovmaq əvəzinə əlimizdəki iti bıçaqla özümüzü yaralamaq kimidir. Məşhur psixoloq Carl Rogers bizə göstərir ki, hər bir duyğu, mənfi belə olsa, bir mesaj daşıyır. Qəzəbi qəbul etmək. Hazırda bu vəziyyət məni qəzəbləndirir. Bu normal bir insani reaksiyadır. Qəbul etməklə qaçmamaq. Duyğunu qəbul etmək, ona təslim olmaq demək deyil. Bu atın qaçışını deyil, dayanma və nəfəs alma qərarını təsdiqləyir. Qəbul duyğunun şiddətini azaldır və onu idarə etməyə imkan verir. Vəhşi at effektinin ən böyük dərsi məsuliyyət dərsidir. Hər zaman xarici hadisələri günahlandıra bilərik, amma əslində bizi yıxan o hadisələr deyil, bizim onlara verdiyimiz emosional icazədir. Eleanor Roosevelt deyirdi, heç kəs sənin razılığın olmadan özünü sənə aşağı hiss etdirə bilməz. Bu eyni zamanda belə deməkdir. Heç bir balaca hadisə sən ona icazə vermədən sənin daxili sülhünü məhv edə bilməz. Vəhşi at effekti bizə bir dərs verir. Əsl düşmən çöldə deyil, içimizdədir. Emosional yetkinlik, yəni zəka, həyatı asanlaşdırmır, amma onu idarə edilə bilən edir. Emosional yetkinlik külək qalxanda yerə möhkəm basmağı bilməkdir. Bu o demək deyil ki, heç vaxt qəzəblənməyəcəyik. Bu o deməkdir ki, fasilə verməyi bilmək, seçim haqqımızı xatırlamaq, nəzarət edə bilmədiklərimizə qəzəblənməkdən imtina etmək. Həyatımızdakı yarasalar kiçikdir, amma qəzəb və narahatlıq dolu qaçışımız bizi həyatımızın ən qiymətli varlığından, vaxtımızdan, enerjimizdən və sülhümüzdən məhrum edir. Pensilvaniya Dövlət Universitetinin 2019-cu il araşdırmasına görə həyəcan pozuntusu olan şəxslərin gələcəklə bağlı qorxduğu şeylərin 91,4%-nin tamamilə boşa çıxdığı və heç vaxt reallaşmadığı sübut olunub. Bizim seçimimiz var: qaçan vəhşi at olmaq, yoxsa dayanan, sülhünü qoruyan müdrik at olmaq. Unutmayın, itirməyə başladığınız an emosiyalarınızın ipini buraxdığınız andır. Qazanmağa başladığınız an isə ipləri möhkəm tutub yara üçün böyük bir döyüşə girməkdən imtina etdiyiniz andır.
Sona qədər izlədiyiniz üçün təşəkkürlər.